Distinguished representative of Islamic Republic of Iran, you have the floor. Bismillahirrahmanirrahim. İran zadgah hüquq bəşər cahan است. این şuar نیست. İran insan hüquqlarının vətəni və beşiyidir. Bu şüar deyil. Ümid edirik ki, insan haqları sahəsindəki ikili standartlar sona çatsın və bütün dünya xalqlarının hüquqları və fərqlilikləri tanınsın. Sözlərimin sübutu üçün hamınızı İrana dəvət edirəm ki, İranın həqiqətlərini yaxından görəsiniz. İran را از نزدیک. Thank you. Efriya, you have the floor. Madam Chair, distinguished delegates, I speak on behalf of the European Platform of Azerbaijanis of Iran. Hörmətli xanım rəis, forumun dünənki iclasında İran İslam Respublikasının nümayəndəsi bildirdi ki, İranın qapıları hamının üzünə açıqdır. Lakin bu açıqlama əsli riyakarlıqdır və İranın gerçək davranışlarıyla ziddiyyət təşkil edir. Belə ki, İran dəfələrlə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisinin ölkəyə səfərinə mane olub.